Yaddan çıkarmayalım ki Azerbaycan'ın en büyük uğuru 2020 yılda itirilmiş torpaqlarımızı geri almamızda qələbə çalmamız oldu və Ruslan Eldar'ın güzel məqalda yazır ki qələbə çalıbdır Azərbaycanın sevincim nə yerə nə göyə sığmaz. Azaddır Xankəndim, azaddır Şam. Alınıb düşməndən intiqam qisas. Xocalı, Xocavənd, Ağdam, Zəngilan. Yandırıb illərdir sönən çırağı. Ağdərə, Kəlbəcər, Füzuli, Laçı. Həsrət qalanlara açıq ucağı. Cəbrayil quvaqlı, qonaq qaralı, sevinir ürəkdən yurd adamları. Qırqız yaylağına səfər edəndə görünür dağların uca qıqarı. Torpağın uğrundan gedən şəhidlər ölmezlik adını taşıyacaklar. Galip bir vətəni, galip ülkəni şanlı tarixində yaşayacaklar. Allah cəb şəhidlərimizə rəhmət eləsin. Şəhid valideynlər qarşısında baş əydik. Qazi qardaşlarımız Allah'tan şəfa, yesanlara can sağlığı. Allah toy mübarək eləsin.